Faytonçu Nazim onu əməliyyat edən həkimdən 50 min manat alıbmış. Nazim Pişiyari, faytonçu Nazim, illər öncə Elmet klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzminat alıb. Oxu.az xəbər verir ki, bu barədə qaynar infoya sənətçi özü danışıb. Nazim Pişiyari bildirib ki, həkimin imicinə zərbə vurub. Elmet klinikasının cərrahı Elman Əzimovla məhkəmə davamız uzun çəkdi. Amma qərar sonda mənim xeyrimə bitdi. Həkimdən 50 min manat təzminat aldım. Həmin vaxt xəstəxanada xərclədiyim bütün vəsaiti geri ala bildim. Həmin pulu yavaş-yavaş xərclədim. Hadisə 2017-ci ildə olub. İndi 2025-ci ildir. O vaxtdan pul qalar. İkincisi də həkimə böyük zərbə vurdum. Məsələ ictimailəşən kimi onun həkimlik statusuna zərbə dəydi. Məhkəmə prosesi gedəndə onu hər yerdə sıxırdılar. Ölkədən çıxa bilmədi, işləyə bilmirdi. Məhkəmə gedən vaxt onu işdən tədrid eləmişdilər. Hardasa 4-6 ay işləmədi. Bu da bilirsiniz də nə deməkdir. Qeyd edək ki, Nazim Pişiyari 2017-ci ildə Elmet klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Müğənni ondan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Bakıya qayıdan müğənni səhhəti qaydasına düşən kimi həkimin ciddi cəzalandırılması tələbi ilə Baş Prokurorluğa, Bakı şəhər prokurorluğuna və Binəqədi rayon prokurorluğuna müraciət edib.